İşləmək hardasa biraz çətindir, həm də o qədər də şərəflidir. O qədər də asandır, o qədər də çətindir. Yəni hər işin öz çətinliyi olduğu üçün müəllimlik peşəsində öz çətinlikləri var. Amma bu uşaqlarla işləmək insana həm sevinc verir də, çox sevinc verir ki, belə körpə mələklərlə biz işləyirik. Onsuz təsəvvür edə bilirsiniz. Yox. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 18 saylı uşaq bağçasında məktəbə hazırlıq qruplarında təhsil alan uşaqlar üçün məntiqi riyazi təfəkkürün inkişafı mövzusunda xüsusi məşğələ təşkil olunub. Təlim prosesində azyaşlılara rəqəmlər, sayma bacarıqları, sadə toplama elementləri, eləcə də həndəsi fiqurlar, dairə, kvadrat, üçbucaq və düzbucaqlı kimi formalar, əyanı vəsaitlər vasitəsilə izah edilib. Məşğələ interaktiv üsullarla qurulub, uşaqlar müxtəlif didaktik oyunlar və praktik tapşırıqlar vasitəsilə mövzunu daha asan mənimsəyiblər. Tərbiyəçi müəllim Vüsalə Abdullayevin rəhbərliyi ilə keçirilən məşğələdə uşaqların məntiqi düşünmə, müqayisə etmə, qruplaşma və analiz bacarıqlarının formalaşmasına xüsusi diqqət yetirilib. Tədris prosesində rəngli kartlar, fiqur marketləri və əyləncəli tapşırıqlardan istifadə olunması uşaqların marağını daha da artırıb. Məşğələdə bağçanın rəhbərliyi və tərbiyəçi müəllim heyəti də iştirak edib. Tədris prosesini izləyərək uşaqların fəallığını və mövzuya yüksək marağını müsbət qiymətləndiriblər. Qeyd olunub ki, məktəbə hazırlıq mərhələsində məntiqi riyazi təfəkkürün inkişafı gələcək təhsil uğurlarının əsasını təşkil edir. Sonda 18 saylı uşaq bağçasının rəhbərliyi keçirilən məşğələni yüksək qiymətləndirərək dərsin təşkili və uşaqlarla peşəkar yanaşmasına görə tərbiyəçi müəllim Vüsalə Abdullayevaya təşəkkürünü bildirib. Bugünkü məşğələdə ən əsas məqsədimiz uşaqlara rəqəmləri, həndəsi fiqurları, qonşu ədədləri, məsələ misal həll etməyi öyrətməkdir. Uşaqlarım da yetəri qədər, gücləri çatdığı qədər, yəni o sualları, o cavabları mən onlardan aldım. Bizim bu qrupumuz məktəbə hazırlıq qrupudur. İlin sonuna qədər uşaqlar tam hər biri məktəbə hazır olacaq. Nizam Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.